Baxın, indi siz dediniz, nə xatırlayıram, mən elə bir neçə gün bundan öncə Hacı ilə olan mesajlarıma baxırdım. O dövrdə hardasa mənim də bir 15-16 yaşlarım olardı belə. Bir istəyim var idi, bir arzum var idi. Çox dua eləyirdim onun gerçəkləşməsi üçün və tez-tez də Hacıya deyirdim ki, məni dua elə də, yəni bu məsələ ilə bağlı. Və Hacı bir dəfə ziyarətdə idi, bir xarici bir ölkədə. Mən də elə ona baxırdım bir neçə gün bundan öncə. O mesajlara deyirəm ki, orada da ziyarətə gedəndə məni dua elə xüsusi. O xüsusi olaraq sırf bu istəyimi Allah mənə versin. O mənə bir səs atdı orada. O səs hələ də durur elə. Orada deyir ki, Hüseyn, bilirsən necədir? Bəzən Allahın ətası nəyisə verməməyindədir. Orada qeyd edir ki, yer üzü kamil qanunlarla idarə olunur. Və bu qanunlara istər dindar, istər ateist fərqi yoxdur. Yəni könüllü yaxud da məcburi şəkildə bu qanunlara tabe edilər. Əsas odur ki, sən istiqaməti düz tut. İstiqaməti düz tutduğun halda hər bir hadisələrin nəliyindən, necəliyindən asılı olmayaraq, yəni hər zaman inkişaf eləyəcəksən. Bu bir dəqiqə yarımlıq səs idi. Mənə bu həqiqətən də çox təsir eləmişdi. Yəni orada mənə o bir dəqiqə yarımlıq səs atmışdı da. Mən o dövrdə, yəni o sözlərin ağırlığını dərk eləyə bilmirdim. Bəlkə də heç dərk eləyə bilməzdim. Mən indi o səsə qulaq asanda mən bir Allah bilir ki, nə hisslər keçirdirəm. Hər kəlmə, hər cümlə çox böyük mənaları ehtiva eləyir. Çox böyük.